Əziz uşaqlar, balalar, mən sizi Azərbaycanın bütün uşaqlarını, uşaqların beynəlxalq müdafiə günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin hamınıza saadət, şən həyat, uzun ömür, xoşbaxt gələcək və gələcək həyatınızda daimi uğurlar arzulayıram. Uşaqlar dünyada əzizdirlər, hamı üçün əzizdirlər. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Və təsadüfi deyil ki, uşaqların beynəlxalq müdafiəsi 10 illərdir ki, bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Vəzifələri dərk edə bilirlər. Təhsillə həyatın müxtəlif sahələrində öz istedadlarını istifadə etməklə, iradəsi ilə, başarışı ilə uşaqlar, gənclər müstəqil Azərbaycanın xoşbaxt gələcəyini təmin edə biləcəklər. Mən buna əminəm və bugün bu istedadlı uşaqları, gözəl uşaqları görərkən və ümumiyyətcə Azərbaycanda hər yerdə uşaqların istedadını, biliyini və həvəsini görərkən mən çox sevinirəm. Çox sevinirəm ona görə ki, mənim üçün bəlkə Azərbaycanın başqa vətəndaşlarından daha da çox Azərbaycanın gələcəyi əzizdir. Və buna görə də sevinirəm və inanıram ki, uşaqlar, bizim balalarımız, Azərbaycanın bugünkü gəncləri, Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşlar olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar, yüksəklərə qaldıracaqlar. Əziz uşaqlar, əziz balalar, mən sizi öpürəm, bağrıma basıram. Hər birinizə öz sevgimi, məhəbbətimi bildirmək istəyirəm. Və sizin mənə ünvanladığınız bugün sözlərə görə də təşəkkür edirəm. Və bilin, siz mənim əziz balalarım, Azərbaycanın evlatları, uşaqları, ki mən çalışacağım ki, sizin ən balaca uşaqların bu günləri mənim haqqında dediyin sözlərə daima layiq olun və sizin arzu istəklərinizi yerinə yetirin. Əziz uşaqlar, əziz balalar, gənclər, mən sizin hamınıza, bütün Azərbaycan uşaqlarına bir daha can sağlığı, saadət və xoşbaxt gələcək arzulayıram. Sağ olun, sağ olun.